Salamlar, bu Show Daily-in birinci sezonun son bölümünə xoş gəlmisiniz. Mən Rəna Yüzbaşova Mən Mehri Əzizova və qarşınızda qonağımız Məryəm Feyziyeva. Salam. Xoş gəlmisiniz. Çox sağ olun dəvətiniz üçün. Siz sağ olun. Çox sağ olun. Məryəm xanım, verilişimizə qatıldığınız üçün, bizə vaxt ayırdığınız üçün dərin təşəkkürümüzü bildiririk. Hazırsınızsa suallarımıza keçid eləyək və birazdan maraqlı oyunlarımız olacaq. Başlayaq. Aha, ilk Mən sualım. hazıram. Uzun zamandır layihələriniz yoxdur. Nə zamansa hər hansı bir dəyişiklik gözlənirmi? Hal-hazırda layihələrimin üzərində işləyirəm. Mhm. Təzə planlarım var, böyük layihələrim var. Bunlar biraz zaman alır, amma ki olacaq. Uğurlarınız bol olsun. Çox sağ olun. Mənim xanım, aldığınız ən böyük dərs nə olub? Aldığım ən böyük dərs bu nə barədə olur? Ümumi olaraq da. Ümumiyyətlə mən elə bir insanam ki, hər bir şeydən dərs çıxarıram. Pis ya da yaxşı. Çox gözəl. Qəşəng bir sual cavabdır. Onda yəqin ki, ondan sonra artıq müəyyən dəyişikliklər baş verir də həyatınızda artıq. Çox Bəzi- yaxşıya sonra doğru. atmırsınız. Hmm. Eyni addımı sonra atmırsınız, həmin insanla Yox, atmıram. danışmırsınız. Allah. Yəni budur da. Məryəm xanım, həyatınızda ən maraqlı dönəm adlandırdığınız bir dövr olubmu? Olubdu. Dilarə ilə ilk layihəmizi, xarizmanı biz hazırlayanda mən çox həyəcanlıydım. Hətta bu 6 ay sürdü. Çünki istədiyim klipin ərsəyə gəlməsi üçün çox əlləşdim və çox böyük isimlərlə birlikdə işlədik, adlarla işlədik və bu məni həm həyəcanlandırdı, həm də ki yordu. Yəni ən gözəl anlarım o zaman oldu. Bəs hal-hazırda varmı elə bir an? Hal-hazırda elə bir an yoxdur. Məryəm xanım, hansı məşhurla işləmək istəmisiniz? Ən çox populyar da daha doğrusu. Daha populyar. Mənim ən çox tərzimə yaxın olan məşhur Rihannadır. Nə Yəni gözəl. çox böyük bir fanatıyam. Mhm. Eyni zamanda qardaşımla çox yaxın dostam. Azərbaycanda işləmək istədiyim məşhurlar var. Sadəcə bilmirəm. Məsəl üçün təklif eləmisiniz və ya onlar sizə təklif eləyir? Təklif etməmişəm çünki Aha. bilirsiniz ki, Azərbaycanda çox məşhur olan müğənnilər Çox az. çox azdır və eyni zamanda da onların artıq yanında, yəni güclülərin yanında zaten insanlar var. Düzdür. Bu sırada da artıq potensial itir. Yəni bir şey ortaya gəlmir. Ya da ki, bəzi müğənnilərin də kaprizləri olur. Necə deyim bunu sizə? Elə şeylər var ki, məsələn, layihə hazırlayırsan, onu müğənniyə sunursan, amma müğənni bu layihəni qəbul etmir. Öz janrına, öz tərzinə uyğun bulmadığı üçün. Və bizdə də çox belə melanxolik mahnıların daha çox olduğu dövrdə olduğumuz üçün işləmək çətin olur. Mənimki daha çox, yəni Avropa, Amerika tərzinə uyğun. Ki belə oxuyanda bizdə müğənnilər çox azdır. Çox azdır. Barmaqla sayılacaq Və qədərdir. yaxud varsa belə burada ifa eləmirlər də xaricdə yaşayırlar Bəli. və orada fəaliyyət göstərirlər. Bəli. Çünki burada deyirlər ki, qulaq asmayacaqlar, elə bilim mən. Özünü Və burada insanlar görürəm. risk almağa çox qorxurlar. Burada deyirlər Çox ki, mənə çox qulaq qorxurlar risk asmayacaq. almağa, çox qorxurlar ki, addım atsınlar və yaxud da mahnını example olaraq məsələn bir müğənniyə mahnı göstərirsən demo versiyasını deyir, bu mənə aid deyil. Amma halbuki sən onu oxusan bəlkə daha fərqli bir səsləndirmə olacaq və o mahnı səni işıq üzünə çıxaracaq. Komfort Olur. zonadan çıxmaq istəmirlər. Bəli. Ən böyük problem odur. Məncə hər birimizdə o var. Bəzən Risk almadan bir şey olmur. Onu Bizim etmirlər. özümüzdə də var. düzdür. İnanın ki, mən özümdə də var. Mükəmməllikçilik şey Ki, var ki, qırağa qorxuruq. çıxsam görən necə olacaq, hansısa bir addım atsam görən necə olacaq, falan şey danışsam Uğurlu görən necə alınacaqmı olacaq. və yaxud da alınmayacaq. Bizim özümüzdə də var o. Məncə də ən böyük uğur risk almaqdır. Düzdür. Risk almadan heç bir şey olmur. Nail Çünki olmur. başqa türlü yerində sayırsan, oturursan, hər şey olduğu kimi Standart. standart davam edir. Məryəm xanım, uğur sizin üçün nə deməkdir?
Uğur mənim üçün insanın özü olmasıdır, Aha. risk almasıdır. Çünki bunların hamısı oradan başlayır və uğura doğru irəliləyir. Və heç kəsi dinləməməkdir. Düzdür. Həqiqətən də elədir. Çünki insan öz qəlbini dinləməlidir ki, bir Bəli. uğur əldə etsin. Çünki başqa insanların fikrinə qulaq asanda və yaxud da başqa insanların fikri ilə hərəkət etdiyində o uğur sayılmır. Düzdür. Demotivasiya olur və yaxud da tərəddüd eləyirdi ki, yox, mən də alınmaz filan belə. Və Düzdür. bugünkü gündə çox az insan var ki, sənə poddeşka həmən ki, köməkliyi göstərən, istər mənəvi, istər yaxşı ki, mən hansısa bir addım atım. İstər-istəməz insan hansısa bir addım atanda tərəddüd yanaşırıq ki, bir də necə olacaq? Falan kəsən Hər bir insan üçün o qorxu var, amma heç olmasa insan var ki, addım atır, qorxsa belə. Ki o barmaqla çağıracaq, yenə deyirəm, barmaqla çağıracaq qədər insanlar var. Yəni özünü çox qəşəng bilirsən ki, məsəl üçün mən özüm mənə bu arada mən həmişə yan deyirəm. Mənə yaxın rəfiqəm deyir. Hər bir bölümdə bizim bunu vurğulamaq. Bağımız çox qəşəngdir çünki mən həm həmkarım da həm də ki biz yaxın rəfiqəyik. Kindəsə olan kimi gecə saat axşam zaten götürürəm də falan şey məsələn. Deyir hə məsəl üçün də əla malades elə ki yəni ki yaxşı olacaq sənin üçün dəstək. Amma bəzi insanlara desən ki hə biz bu layihənin də açında qayıdıb deyir bekarsan, nə durub görünürsən. Pul gəlir burdan. Əsas pul. Bizə ən verilən sual odur ki pul gəlir. Yəni niyə onlar milyardlar gəlir sizin xəbəriniz yoxsa? Oyda evdə pulları sayıb qutara bilmirəm. Hamısı seyfdədir. Sən hər gün belə. Həqiqətən də risk yox. Nə qədər pul sayıram. Pul sayıram senin evdə. Evdə pulun dərindən tək olsun. Yəni pul sayıb qutara bilmirəm. Pulu yorğan kimi üstü bölük. O AI videoları var ya belə götürürlər. Luxury life. Ya bizim ilk görəndə həmişə ikimizi görüb bizim elə bir ki dostlarımız da yaxınlarımız da ortaqdır da. Onlarınki də görəndə ikimizə də eyni sualı verirlər ki, bunca qazancımız var. Yəni ən böyük bizim nə deyim insanlarımızın ən böyük demirlər ki, xeyirli uğurlu olsun. Hamısı deyirlər ki, kömək ehtiyacı var. Kömək ehtiyacı. Biz bunu eşitmədik heç kimə ki, kömək ehtiyacımız var. Ancaq qazanc hamı soruşur. Hə, hamısı ancaq qazanc. Falan şey nə qədər, kimə nə qədər pul vermisiniz? Falan gəz çağıranda pul vermisiniz. Ay başa dönüm, çağırmışıq, pul vermirik. Burada da bilirəm bütün sirləri Hamı bozuyor. pulsuz gəlir. Hə. Bir də sizin xəbəriniz yoxdur. Nə bilirsiniz? Evet. Bugünkü ağlımız olsaydı, keçmişdəki özünüzə nə demək istəyirsiniz? Ay bu çox dərin sualdır. Düşündünüz. Bugünkü ağlım olsaydı, keçmişdəki özümə nə deyərdim? Düşünmək lazımdır. Məsəl üçün, belə deyim də, küçük Risk al. qabaq. Hə. Çünki mən əvvəl çox qorxaq idim. Addım atmağa çox qorxurdum. Düz çox savadlı olmuşam, təhsil almışam. Amma risk almaqdan çox qorxurdum. Məsələn, bir şey eləyirdim, eləmədən öncə min biçirdim və yaxud da ətrafımdakı ailəmdən insanlar deyir ki, yox bunu etmə, bu sənə zərər verər. Özünüz zaten hal-hazırdakı cəmiyyət, qız uşağının böyüdüyü cəmiyyəti bilirsiniz. Yox bu sənə görə aid deyil, bu olmalıdır, bu belə olmalıdır. Ona görə məncə daha öncədən şey dərdim. Amma yenə də peşman deyiləm. Çünki nəyisə peşmançılığını yaşayırsansa artıq büyü bozulur. Türklər demişdir. Ona görə də beynimiz yorulur. Adam yorulur. Sanki özü daima günahlandırırsan. Mən niyə bunu elədim? Niyə belə addım attım? İnsanlar sən eləmir, sən özünü suslu kimi eləyirsən ki, vaxtında eləsəydim. Vaxtında eləsəydim, indi burada olmazdım, başqa yerdə olardım. Düzdür. Hər dəfə bu sözü biz səhər-səhər demişik özümüzə ki, falan söz var, biz deyirik həmişə, içində bilirsiniz yəqin ki də insanın ən böyük düşməni özüdür. Mən həmişə demişəm. Düzdür. Mən bunu həmişə deyirəm. Bu mənim sözüm deyil, amma həmişə deyirəm ki, bizim ən böyük düşmənimiz özümüzü istəsək özümüzü ayağa qaldırarıq, istəsək özümüzü yerdən yerə vura bilərik. Düzdür. Heç kimin eləmədiyi düşmənçiliyi, heç kimin eləmədiyi pisliyi özümüzə eləyirik. Düzdür. Önəmlisi də budur ki,
hər zaman öz bildiyini eləməlisən. Heç kimə qulaq asmamalısan. Bu istər anan olsun, istər ailə üzvü, istər dostun. Kimsə. Öz düzdür, məsləhət ala bilərsən, amma ən sonuncu qərarı sən və sənin beynin verməlidir. Başqa bir insanın müdaxiləsi olmadan, zorbası olmadan, ancaq öz düşüncənlə irəliyə doğru. İndiki zamanların da səhvi odur ya. Demirəm, ailədən məsləhət alan bu danılmaz bir şeydir ya. Yəni indi mənim bu sözümə görə mənə qınayacaqlar, deyəcəklər ki, uşaqlara deyirsiniz ki, ailədən xəbərsiz deyil. Əsla bunu demirəm. Əsla elə bir şey yoxdur. Əsla demirəm. Yəni ki, əsla qəti surətdə yozmayın, xahiş edirəm, yozmayın. Amma sadəcə deyirəm ki, bir də valideynlərdən çox xahiş edirəm ki, uşaqlarınız nə istəyirsə ona köməklik olun. Bəli, qısıtlama olmasın. Yıxılsalar belə tutun. Yəni deyirəm ki, səndə alınacaq, bəlkə də alınmayacaq, amma o onu motivasiyaya ehtiyacı var bu uşağın. 100%. Məsələn, mənim ətrafımda bir çox insanlar var ki, uşaqlarına qayıdıb deyir ki, eləmə ginən. Əşi sənlik deyil, get sən öz işinlə məşğul ol. Gəl mənim istədiyimi elə. Amma valideynlərin istədiklərini eləndə ret ki, yenə də barmaqla sayılacaq qədər uşaqlar var ki, ailəsinin istədiyi ilə eləyib addımları xoşbəxt olub. Amma 60%, 70% mən bilirəm ki, amma belə bir xoşbəxt şey deyirlər. var. Addım atsa belə xoşbəxt olsa, o uşağın uğuru deyil. O artıq ailənin uğurudur. İnsanın öz uğuru deyə bir şey var. Yəni bugünkü gündə düzdür, o da doğrudur, amma insan məsələn təhsilini özün seçməlisən, professiyanı özün seçməlisən. Heç bir baskı olmamalıdır və yaxud da xaricdən oxumaq istəyir uşaq getməlidir, görməlidir, hər şey yaşamalıdır. Bu işimi görmək istəyir, aktrisam olmaq istəyir, aparıcımı və yaxud da müğənnilikmi? İnsanlar çünki bu kateqoriyaları bəzən qısıtlayırlar. Əsas da ailələr deyirlər ki, yox bu iş bunu gətirir, bu belənçinədir ya da bunun altından bu çıxır deyə bir şey yoxdur. Hər kəsin fərqli yolları olur, hər kəs fərqli addımlar atır və hər kəsdə də fərqli bir bacarıq var. Əgər çünki bugünkü günümüzdə o qədər savadlı, o qədər gözəl səsli gənclər var, çoxsu gizlənir. Qorxusundan. Ailələrinə görə. Ən böyük qorxu da hal-hazırda ailə deyil, süni intellektin qorxusudur onlarda ki, artıq mahnı yazmaq, mahnı buraxmaq. Yəni ona görə bax hal-hazırda ulduz tapmaq da çətindir. Yenə də fırlanıb gəlirik. Ulduz tapmağa və indiki ancaq olan məşhurlar var. Məsəl üçün də heç kimin adını çəkmirəm, ümumiyyətlə deyirəm ki, ancaq eynidir. Yəni dəyişən bir şey yoxdur. Sirkul onların ətrafında dönür. Eyni. Düzdür, mən də bilirəm bir neçə addı. Düzdür, başarılıdırlarmı? Başarılıdırlar. Amma belə bir şey var. İndiki gənclərə ayaq uydurmaq lazımdır və hər kəsin bir dövrü olur və təbii ki də indi hal-hazırdakı dövrdə gənclərə də həm dəstək olunmalıdır və onların da işləri görünməlidir. Ki eləmirlər ki, çox istəyərəm ki, məsəl üçün başqa birlər insanlar çıxsınlar həqiqətən. Yəni çox istəyirəm. Vaxt gəlib həmin şəxslər peşman olurlar ki, ay vaxtında kəşf etmədim. Amma maraqlıları gəlsin də. Yəni ki, belə yenə deyirəm, başqa şey deməyəcəm. Ümumiyyətlə deyirəm ki, daha istedadı olan, daha çox istedadlı olanlar çıxsınlar, artistlər olanlar çıxsınlar. Bilirsiniz bu nə irəli gəlir mənim fikrimcə. Məsələn, Amerikanın qlobalını götürsək, dünya qlobalı, Amerika qlobalı. Məsələn, var Rihanna, Beyoncé, var çox belə dev kimi isimlər var da. Amma onlardan qabaq olub Michael Jackson olubdu, nə bilim Elvis Presley olubdu, Queen olubdu. Yəni ki, onlar heç bir zaman heç bir müğənninin qarşısına keçməyiblər. Yəni ki, bacarıqlı insanın qarşısına keçməyiblər ki, bu gün də məsələn Rihanna'nın artıq 10 il bundan qabaq səhnəni buraxıbdı da. Yəni ki, artıq 10 ildir ki, həm makyaj industrisindədir, həm də ki, öz iç geyim və yaxud da ki, brendləri ilə ilgilənir. Amma hələ də ki, ən çox dinlənilən qadınlar içindədir. 10 il mahnı buraxmadığı halda. Yəni ki, nəyə görə? Çünki onlarda nəyisə itirmək qorxusu yoxdur. Yəni, o qorxunu yenməlidirlər ki, bu insanlarda artıq önlərindəki insanları da qapatsınlar. Çünki siz artıq legendary olursunuz da. O necə olur? Belə əfsanəviyə dönürsünüz və mahnılarınız istər-istəməz hər dəfə qulaq asılacaq. Yəni, bu bir faktdır. Məryəm xanım, son dönəmlər bildiyiniz kimi şou-biz aləmində bir-birindən güclü olan tanınmış şəxslər var, simalar var. Sizin paylaşımlarınızdan da belə bəlli olur ki, sizin müğənni hisslə sanki bir anlaşılmazlıq var. Aranızda küslük varmı, yoxsa yox? Bu suala Tamam. Suala ilk dəfə burada cavab verəcəm. Çünki bunu hamı soruşur. Artıq hamı, yəni bütün bir çox müğənni, bir çox prodüserlərin maraqlandığı sualdır.
Bizim düzdür problemimiz var, amma bu o demək deyil ki, biz barışmayacağıq. Çünki hər kəs küslü ola bilər. Əlbəttə. Şəxsiyyəti ilə olan problemim barəsində danışmaq istəmərəm, çünki bu bizim ikimizin arasındadır. Amma belə uğurlar arzulayıram özünə, işlərini də izləyirəm, görürəm. Bu qədər. Tamam. Yəni dəstəyəm burdan. Nə gözəl. Sataş mənə. Məryəm xanım, klip çəkilən zamanı ən çox problemlər nədə olur? Klip çəkilən zaman ən böyük problemlər ən yaralı yerim. O bir menecer olaraq ortada qalırsan. Yəni mənim açımdan çox çətin olur. Çünki müğənni zaten hazırlanır, xoreografisi hazırlanır, paltarıdır, grimidir, hər şeyi orada olur. Çünki əl-ayağa qarışır. İstər-istəməz çünki həm ortaya 12 saatın içində 3 dəqiqəlik klip qoyursan, bu bəzən uzun da sürə bilər. Amma ən sonda menecer daha pis vəziyyətə qalır. Çünki klipin hazırlanmasıdır, teaserın hazırlanmasıdır. Onu artıq rejissorla olan mübahisələrdir. Sonra ortada qalırsan, davanın içində baş rolu sən götürürsən. Çünki mənim başıma gəldi hadisə. Biz Xarizmanı çəkdik, çox böyük bir isimlərlə işlədik və çox yaxın dostlarım idi. Amma bunu da ilk dəfə burada deyəcəm. Klip qutardı, hər şey hazır oldu. Oradan Dilarə yığır, klip nə oldu, necə oldu. Artıq biz bunu label'a təqdim etmişik. Yəni musiqi şirkətinə ki, klip bir həftə sonra çıxır. Amma nə qapaq şəkli hazırdır, nə teaser hazırdır, nə klip hazırdır. Stresin üstünə mən buradan yüklənirəm rejissora, oradan yüklənirəm tanış insanlara. Hansı ki, çünki make-up artist hamı bir-birini tanıyır və ortaqda bir kaos yaranır. Və sən o kaosun içində istər-istəməz özünü tapırsan. Və elə bir nəticə çıxır ki, sanki bu davanın başladan sənsən. Hər şey sənin üstünə qalır və ortada sən gedirsən və belə bir hal yarandı bizdə də. Eyni hal yarandı və klip günü mən bloka atıldım. Rejissor tərəfindən, make-up tərəfindən, bu, nə bilim şeylər. Və paylaşımda ancaq Dilarə məni paylaşdı belə. Çox qəribə bir hal yarandı. Yəni istər-istəməz özü ortada görürsən, ortada tapırsan və davanın içində olursan. Çünki hamını bir araya gətirən menecer olduğu üçün, manage elədiyi üçün, yəni düz qoş etdiyi üçün ortada qalanda mən oluram. Sonra biraz bərbad haldır. Həll olundu o problemlər. Həll olundu o problemlər, amma yenə də danışmır. Yəni yaxşı, danışma. Bloka atıb boş verin getsin. Blok. Dilarə Kazımova ilə yeni layihələr olacaqmı? Hal-hazırda Dilarə Kazımova ilə yeni layihə yoxdur. Eləməyi düşünürəmmi? Hal-hazırda mənim istəklərim daha böyükdür. Yəni çox istəyərdim ki, Dream Festi mən götürüm. Yəni nə mənada bir layihə olaraq müğənnilər çağırım xaricdən. İnşallah Emin müəllim icazə versə buradan sayğılarımı sunuram. Dilarə ilə layihələr yoxdur, çünki Dilarə ilə biz danışmırıq. Danışmırsınız? Danışmırıq, biz küsmüşük, dincilik olub. Amma belə hardasa bir-birimizi gördüyümüz halda salamlaşırıq. Özünə də uğurlar arzulayıram burada. Sadəcə mənim məqsədlərim və xəyallarım daha böyükdür. Uyğunlaşmadınız, belə deyil. Uyğunlaşmadıq yox, yolumuzu ayırdıq mədəni bir surətdə. Belə də lazım idi. Yəni artıq işimizi, artıq missiyamızı belə deyək, tamamladınız. 3-4 il bərabər keçirdik, bu qədər. Zaten həyatımızı daxil bir insan qonaq kimidir. Bəli. Təcrübəni qazanırsan, güclənirsən və ondan sonra yola davam edirsən. Mən xanım, gələcəkdə özünüzü harada görürsünüz? Gələcəkdə özümü çox zirvədə görürəm. Və mənim də zirvədə. Mənim ən böyük xəyalım
bir iz buraxmaqdır. Çünki bilirsiniz ki biz ölümlü dünyada yaşayırıq. Bəli. Və mənim üçün ən böyük bir şey, ay mən məşhur olum, yox mənim milyonlarım olsun, çoxlu pulum, elə bir əsla fikirdə deyiləm. Mənim üçün ən böyük şey uğur başarıdır və bir ad olmaqdır. Məsələn, bugünkü gündə biz necə ki Nizami Gəncəvi kimi, Qara Qarayev kimi belə böyük bir ad olmaq istəyirəm. Hər zaman anılan, yaxşı anlamda. Sənət industrisində daha böyük bir addım. Məryəm xanım, bəzi ifaçıların öz mahnılarının tanınması və dinlənməsi üçün bloger və yaxud influencerla ünsiyyət qurması, səmiyyəsiz bir ünsiyyət qurması barədə nə düşünürsünüz? Bugünkü gündə bir çox influencer dostlarım var. Yəni yerli influencer dostlarım var. Onlardan bununla əlaqəli bir şey eşitməmişəm və yaxud da ki, onların paylaşımları daha humoristik olduğu üçün əsla hansısa mahnıları paylaşdıqlarını görməmişəm. Bu ən çox TikTok cəmiyyəsində olur. Hansı ki, 1-2 isim, 3-4 isim var. Bilirsiniz, adlarını deməyim. Çünki onların da o səmiyyətsizliyi zaten özləri də səmimiyyətsiz olduğu üçün səmimiyyətsiz bir dostluğa imza atırlar. Razıyam. Amma beləncə mənim takibləşdiyim və yaxud da ki, danışdığım influencerların heç birisi elə deyil. Və yaxud da ki, mən də bugünkü gündə məsələn bir menecer keçmişi olaraq sənət industrisində tanındığım üçün əgər bir müğənni mahnı çıxarsa və yaxud da mənə deməsə belə, mən onu xətirə görə paylaşaram. Yəni burada artıq rol falan olmur. Yəni səmimiyyətsizlik olmur. Bəli, səmimi qəlbdən paylaşaram. Çünki mən beləyəm ki, mən öz düşüncəmi deyim. Mən mahnıya qulaq asıram. Məsələn, müğənni mahnı çıxarır. Əgər o mahnı mənə hitab eləyirsə, tamamilə ritmik olaraq hər şeyinə ruhuma yansıdırsa, mən onu paylaşacağam. Çünki bu bir başarıdır. Yəni ki, bu paylaşılmalıdır. Düzdür, başarılı insanların hal-hazırda mahnıları çox az dinlənilir. Amma yenə də dəstək olmaq lazımdır. Məryəm xanım, əlinizdə olsa Avroviziyaya kimi göndərərsiniz? Ay, çox gözəl sualdır. Əlimdə olsa elə Avroviziyaya özüm çıxaram, çox gözəl bir layihə ilə, amma ölkəmizdən kimin getməsini istəyərəm. Ən çox istədiyiniz. Potensialına və səsinə hal-hazırda güvənərək danışmasaq belə Dilarənin getməsini yenə çox istəyərəm. Çünki bir dəfə Dilarə getdi, amma özünü tamamlaya bilmədi. Həm mahnı anlamından, həm şou anlamından çox performans sərgiləyə bilmədi. Amma hal-hazırda Dilarə getsə, Dilarə Kazımova olaraq getsə və çünki biz onunla işləyəndə o daha da gəlişdi və daha da özünü tapdı, ilərlədi. Çünki bunun heç bir yaşla əlaqəsi yoxdur. Amma Dilarəni mən nədənsə bu il Eurovisionda görmək istəyərdim. Planlayırlar ki, Alizada reper və yaxud da ki, bir neçə nəfər daha adlar var. O deyil, çünki o müğənni Alizada rep olaraq dinləyirəm arada sırada, amma hər kəsin fərqli düşüncələri var və sayğı duyuruq. Təbii ki də. Amma yox, çünki o mahnılar səs sistemi orada bilirsiniz, müğənninin səsi önəmlidir. Müğənninin səhnəsi, müğənninin səsi, hər şey, xoreografi, yəni orada göstərə biləcək avantaj da bizdə Səmra Rəhimlidir, Dilarə Kazımovadır. Məsələn, Əfəndinin özü çox gözəl idi, Səmra Əfəndi. Yəni bir çox uğurlu qızlarımız var, amma mən bu il həqiqətən nədənsə Dilarəni orada görməyi çox istəyərəm. İnşallah. İnşallah siyahidə vardır, bilmirəm. İctimai televiziyanın keçirdiyi şey ad verə bilirik televiziyada, yoxsa ziyandır? Tamam, okey. Yəni inşallah yəni Dilarə Kazımovanı orada bir kənara alaq. İnşallah. Yazın bunu. Yazın bir kənara. Məryəm xanım, uğursuzluqla necə mübarizə aparırsınız? Uğursuzluqla necə mübarizə aparıram? Bu mənə çox böyük bir anksiyete verir, həyəcan verir. Çünki içimdəki bəzi şeyləri, bax mən də bəzən qutumdan çölə çıxa bilmirəm. Əyləşirəm, vuruşuram, deyirəm ki, yox, mən bu qutudan çıxmalıyam, risk eləməyəm. Bunu demək çox asandır, bayaqdan burada danışırıq. Gəl ki, bunlara riayət eləmək çox çətindir.
Mən uğursuzluqla mübarizə aparmağa davam edirəm hələ də. İnşallah yaxşı olur. İnşallah yaxşı olar. Sizin üçün də. İnşallah. Mən biz keçirdiyimiz deyil. Koala parkı. Buradan səslənirəm. Su belə almadı mənə hər neysə. Hətta Vallahi. Həqiqətən Danışmaq istəmirəm bu barədə. Özü bilir Sual zaten vermirəm. kimdir. sual vermirəm. Ayda, elə insanlar var. Var. Simic kişi. Bilsən, Çox heç də var. göründüyü kimi değildi. Ad vermirəm, amma Bəli. tanıdığımız birisidir üçümüzün Çox də. da. Amma çox bərbad bir şey idi. Şokdayım. Yəni mənim sözüm yoxdur. Bir xanımla deyitə Heç göründüyü kimi değildi. IQ Var da səviyyəsi. həqiqətən elə insanlar. Bir insanla deyitə girirsənsə və belə bir hərəkət edirsənsə, mən siz yerinizdə İlk olsaydım dəfə mən bezir. Koala parkı niyə götürürsə düşmədim mən. Nəysə, bunu danışırsam deyəcəm Mehri danış. Mənim ən böyük fobiyam, ən nifrət etdiyim şey, bunu hamı bilir mənim ətrafımdakı ən zəhləm getdiyim şey, bir qızla bir oğlan parkda niyə otursun? Hə, ay sağ ol. 16-17 yaşımız var. Məktəbdə Mən bunu deyirəm, Mehri, mən də deyirlər ki, ha yox Mehri, niyə elə fikirləşsən? Bəlkə yorulurlar, oturublar. Okay, yaxşı yersiz, oturun. Yorulanda oturun, amma bir qızla bir oğlan niyə parka getsin? Yəni bir başa salsın da niyə getsin parka da? Yeni yetmələr gedə bilər. Məsələn, məktəblidir, nə universitet tələbəsi. Saatlarla. Hə, dərs çıxışı gedin parkda oturun. Okay. Bu qədər. Saatlarla. Amma bir Bu deytə, insan- yəni bir restorana ən Heç azından, olmasa. yəni kişisən. Yəni harası yeyib kofe içib. Zaten biz Heç bunu olmasa da eləyirik. yəni. Sən özün görsən ki, biz o adi biz xanım olaraq ikimiz gedirik arasında. Kofe içirik sahilin qırağında. Amma oğlanla qız niyə otursun da parkda? Mənim ən yaralı yerimdir bu mövzu ki, Vay da niyə vay. otursun? Həqiqətən yəni Neysə, çox danışmıyorum. dəhşət bir şey. Yəni də Hər şey yaxşı olacaq. Aa. inşallah. Elə ona sığınıb hər şeyi Hər edirəm. davam edirik. Yəni. Bir prodüser və incəsənət sahəsində biri olaraq efirlərimizə daha maraqlı və keyfiyyətli şou layihələri görmək istəyirsinizmi? Çox istəyirəm, amma bizdə layihələr var. Amma onu ərsəyə gətirən yaxşı işçilər yoxdur. Təəssüf ki. Məsələn, Səs Azərbaycanın daha keyfiyyətli eləyə bilərlər, Bəli. daha belə önə sürülür, daha maraqlı. Bəzən layihə məsələn o olur, onu dayandırırlar, keçirlər Azərbaycanın səsinə. Çox qarışdırırlar. Hər şey çox fərqli olur. Çünki hal-hazırda çox yerli yersiz verilişlər televiziyada çoxdur bilirsiniz zaten. Yəni məncə maraqlı olar, amma reality show verilişləri yox. Dəli şou olmaz. Hə, reality show verilişləri çünki bu bir çox məntiqsiz gəlir. Talk show bəz. Talk show bu tərzdə verilişlər televiziyada olsa daha maraqlı olar. Məncə də. Daha gözəl bir yer olar. Çünki insanların özlərini sərbəst hiss elədiyi və daha komfortlu oturursan və danışırsan. Məncə belə tip verilişlər Çox televiziyada olmalıdır. İnşallah. Ki o da inşallah olsun. İnşallah buranı görərsiniz. İnşallah, inşallah. Allah. Suallarımız bitdi. İndi isə oyunumuza keçirik. Eləmişəm və ya eləməmişəm. Mən sizə suallar verəcəm. Siz də əlinizdəki kartlardan eləmişəm və ya eləməmişəm deyəcəksiniz. Tamam. Oyuna keçməmişdən öncə kanalımıza abunə olmağı, videonu bəyənməyi və dostlarınızla paylaşmağı unutmayın. Başlayaq o zaman. Aha. Bir fala baxdırmısınız. Eləmişəm. Hə, amma ağlım olsa indi əsla baxdırmaram və baxdırmamışam uzun müddətdir. Axırıncı bir 5-6 il bundan qabaq olubdu, saf dönəmlərimdə. Amma hal-hazırda baxdırmamışam. Yəni Bir-iki dəfə baxdırmışam mən də. O da özümə mən ait bir dəfə baxdırmışam, o da Türkiyədə olubdu. Tanıdıq bir yer idi. Hə, mən Delihanın çəkildiyi deyil. yerdə var, o belə Aa. fraqmenta. Ora getmişdi, o da rəfiqəmdən. İnsanlar mənə Siz çox da yoldaşlar. vezmə deyir, özümə Hə. görə baxdırmışam ancaq bir dənə. Qübsə Özayın çəkildiyi kinonun adı yeri. Evdə tək olanda konsert verirsiniz. Hər gün. Hər gün. Bura gəlməmişdən qabaq səhər-səhər evdə konsert vermişəm. Bir də Az mahnı öncə. tutulmuşam az öncə. Yəni musiqi bir nəfəsdir, ona görə də Lazımdır. yolda belə naushnikdən konsert verə-verə gəldim. Ayda mən üçün naushniksiz bir həyat yoxdur da, Mənim yəni üçün də. ki, yoxdur. Eksimlə barışıb podruqama deməmişəm. Yox. Eləməmişəm əsla. Əsla eləməmişəm. Deyib, yanımda Çünki oturub. biz birimizi bilirik. Yanımda oturub. Hər şey deyirik də. Yanımda oturub. Yəni o səhv eləyə bilmərəm. Ümumiyyətlə
X-lə niyə barışasan? X-dən X olmaz. Yəni X-dən Olmaz. next olmaz. Ona Asla. görə önünüzə Yazın bir baxın. kənara. Bəli. Zarafatını anlamamısınız, amma gülmüsünüz. Olub. Ay, zarafatını anlamamışam, amma gülmüşəm, olmayıb. Məndə olub. Yox. Çünki mənim zarafat anlayışım yoxdur. Mən mizah anlayışım çox pikdir. Ona görə də Mənim zarafat deyil. anlamadığım şeyə gülə bilmirəm, belə qalıram. Ki, nə deyirsən də sən? Yəni Nə deyim mimikalarıma yer çıxa bilmirəm. O mənəm, mimikalarıma əsla yer çıxa bilmirəm. Susar, amma yəni mimikaları hər şey öz yerini göstərərdi. Oo. Ancaq. Yaxşı. Ritual eləmisiniz heç? Xeyr. Nə eləmişik? Ritual. Ritual. Ritual eləmişəm. Ha, mən eləməmişəm. Ritual yox, amma şamlar yandırır. O da ritualdır da, şam Yəni, ritualdır. Biz kilsəyə gedib şam yandırmışıq. O da ritualdır da bu arada. Bir ritual sayılır. Ritual eləmişik, bəli. Yox, oxu, məsələn yandırırsınız, adəşi Novruz bayramı misal olsa və adəş şam. Ritual deyil axı. Bu şamanizmdən Yaxşı. gəldiyi üçün bu şeylər bizdə var. Spirituallıq. Spirituallıq Hə, o var. zaman heç. Ritualı hamı elə. Hə, onu edir. demişəm. Biz kilsəyə gedib şəxsən Bəli, arada bəli. şam yandırırıq. Burada deyəcəksiniz ki, ay Allah indi deyirlər ki, bunlar xristianlar. Yox, xristian deyil. Təbii müsəlmanam, amma arada sırada biz gedirik deyir. Xahiş edirəm bunu yazın. Xahiş Hər edirəm. birinə Xahiş edirəm. hörmətlə yanaşır. Hə, yəni hamısına. Məryəm xanım, sizə indi maqazinsel suallarımız olacaq. Son bir neçə gündə Tarix Əliyev və Səidə Sultan arasında yaşanan qalmaqal barəsində nə düşünürsüz? Ay, açıq və səmimi cavab verəcəm. İkisi də öz sahəsində çox yaxşıdırlar. İkisinə də böyük hörmət bəsləyirəm. Tarix Əliyev, yəni tolik bir aparıcı olaraq öz industrisində yaxşıdır. Səidə Sultan da müğənni olaraq. Ümidvaram ki, barışarlar. Çünki hər kəs küsə bilir. Yəni bunlar çox normaldır. Yəni sadəcə bunların belə efirdə çox belə olması, yəni bu mövzuların, bu tip mövzuların, qalmaqalların olması bəlkə bir neçə insana belə neqativ təsir edə bilər, amma belə yəni insandırlar. Sadəcə ikisində də sorun oldu. Bəlkə bir-birlərinə belə atmacalı sözlər olmasaydı daha gözəl olardı. Amma ikisinə də çox böyük hörmətim var. İnşallah barışarlar. Çünki hər kəs barışır bir gün, nə də olmasa. Təbii ki. Küsülü qalmır. Yəni bu bir faktdır. Eyni getmir. İllər olsun. Amma ikisi də çox başarılıdır. Bəli. Tolik bir aparıcı olaraq çox superdir. Səidə Sultan da mahnıları gündəmdədir hər zaman. Yəni oxuma tərzi, səsi və seçdiyi mahnılar və stili. Bu qədər. Məryəm xanım, Tarix Əliyev və Xatirə İslam arasında qara siyahı və bloklanma qalmaqal barəsində nə düşünürsüz? Bu barədə də yenə eyni fikirdəyəm. Hər kəs dava edə bilər və hər kəs bir gün zaten barışacaq. Bəli. Amma etmiş olduğu düzgün müdür, düzgün deyilmi? Düzgün deyil. Xatirə İslamı bu mövzuya, yəni iki insanın qalmaqalına qarışması, çünki üçüncü şəxs orada artıq ortada qaynayır və olmaması lazımdır. Düzdür. Maqazinsel suallarımız bitdi və birinci sezonun 8-ci bölümünün sonuna gəldik. Məryəm xanımla bu sezonu bitiririk. Bəli. Çox xoş oldu sizlə. Çox sağ olun. Mənim üçün də çox xoş oldu. Çox sağ olun. Minnətdarıq Təşəkkür sizə. edirəm. Abunə olun. Bəli. Proqramın verilişin YouTube kanalına, Instagram kanalına. Bəli. Bəyənin, Videolarımızı paylaşın, bəyənin, repost edin. izləyin. Geri dönüşümüz möhtəşəm olacaq. Bəlkə Bəli. bir gün siz də bu verilişdə ola bilərsiniz. Bəli. Ola bilər. İnşallah. Ona görə uğurlarla addımlayın. Öpürük sizi. Və son olaraq da layihəmizin rəhbəri və prodüseri Fəqan bəy Dadaşova Fəqan, dərin təşəkkürümüzü bildiririk. Sağ olun. çox sağ ol.